Siyasi Baxış izləyənlərin vaxtı xeyirli olsun. Azərbaycanın müasir dövlətçilik tarixinin hər bir mərhələsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və milli maraqlara söykənən strateji qərarları ilə sıx bağlıdır. Bu zəngin siyasi kursun müasir idarəçilik sistemindəki yerini və xalqımızın rifahına xidmət edən sosial islahatların əhəmiyyətini Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, hörmətli millət vəkili Musa Quliyevlə birlikdə müzakirə edəcəyik. Xoş gördük Musa müəllim. Xoş gördük. Musa müəllim, nə qədər ki Azərbaycan var, mən də varam fəlsəfəsi müasir dövlət quruculuğu prosesindəki rolunu necə büruzə verir? Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir, çox şaxəlidir. Və bu xidmət Azərbaycan xalqının sosial rifahının yüksəlməsinə, Azərbaycanın müstəqilliyinin güclənməsinə, Azərbaycanın bir dövlət kimi dünyada özünün söylədiyi kimi günəş təki doğmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu apardığı mübarizələri öz xalqının naminə aparmışdır, ədalət naminə aparmışdır və bütün mübarizələrdən də qalib gəlmişdir. Çünki onun işi haqq işi idi, onun işi xalqına xidmət etmək işi idi və onun işi də ədalətli bir iş idi. Ulu Öndər Heydər Əliyev həm Sovet dönəmində, həm müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtı onun siyasətində həmişə mərkəzi aparıcı xəttlərdən biri əhalinin sosial rifah halının yüksəlməsi olmuşdur. Sovet dönəmində 1969-cu ilin iyulun 14-də hakimiyyətə gələrkən Heydər Əliyev Azərbaycan SSR-nin ən zəif inkişaf etmiş sosial-iqtisadi, mədəni, elmi həyatı tənəzzül etmiş bir respublikası idi. 15 respublika içərisində axırdan ikinci yeri tuturdu. Yəni 13-cü yerdə idi sosial-iqtisadi göstəricilərinə görə. Təbii ki, belə bir iqtisadi vəziyyəti olan ölkənin insanları da yoxsuludur. Onların da olduqca çox ciddi sosial-iqtisadi mədəniyyətlə bağlı problemləri vardı və Heydər Əliyev hakimiyyətə gələrkən ilk növbədə qarşısına məqsəd qoydu ki, Azərbaycanı zəngin bir dövlətə çevirsin. Sənayeləşmə xətti həyata keçirildi. Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Əli-Bayramda böyük sənaye obyektləri tikildi. Kənd təsərrüfatının inkişafı və kənd təsərrüfatının elmi əsaslar üzrə aqrar sənaye komplekslərinin yaranması və emal sənayesinin yaranması, eyni zamanda üzümçülüyün və pambıqçılığın inkişafı kənddə yaşayan insanlarımızın həm məşğulluğunun təmin olunmasına, həm də onların yüksək əmək haqqı əldə etməsinə, yüksək gəliri əldə etməsinə və kəndlərimizin bütövlükdə dirçəlməsinə xidmət etmiş oldu. Eyni zamanda sosial sahənin çox mühüm istiqaməti olan elm təhsilə Heydər Əliyev olduqca böyük fikir verirdi və məhz onun təşəbbüsü ilə 15 mindən çox Azərbaycan gənci 70-ci ildən başlayaraq da 82-ci ilin sonuna qədər o vaxtki SSR-in ən aparıcı universitetlərinə, ən qabaqcıl universitetlərinə qəbul olundu, oraya göndərildi. Onlar orada elm təhsil almaqla yanaşı həmin xalqların, həmin respublikaların mədəniyyəti ilə tanış oldular və özlərinin hər birisi Azərbaycana bir mədəniyyət gətirdi, bir elm gətirdi. Sonra onlar müstəqil Azərbaycan qurularkən Azərbaycanın dövlət quruculuğu işində, Azərbaycanın elminin, mədəniyyətinin, sənayesinin güclənməsində öz xidmətlərini göstərdilər. Digər bir istiqamət heç şübhəsiz ki, sosial sahənin mədəniyyət, ədəbiyyat, incəsənət sahəsi idi. Bu həm də bir dil siyasətinin həyata keçirilməsində mühüm bir xidməti idi Ulu Öndərin. Və o zaman ilk olaraq həm Azərbaycan Respublikasının tarixində, həm SSR məkanında ilklərdən biri olaraq Azərbaycanın 1977-ci ildə qəbul olunan konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olundu. Eyni zamanda həmin dövrdə ona qədər Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri o vaxtki SSR-nin ən yüksək adı olan sosialist əməyə qəhrəmanı adına layiq görüldülər. O vaxtki SSR-in ən yüksək mükafatları olan dövlət mükafatı, Lenin mükafatı və sair mükafatlara layiq görüldülər, ordenlərə layiq görüldülər. Bu da həm ədəbiyyatın, mədəniyyətin təbliği, onlara himayə edilməsi, həm də Azərbaycan mədəniyyətini SSR-yə və SSR üzərindən dünyaya tanıtmaqdır. Məsələn, dünya şöhrətli bizim nümayəndələrimiz, deyək, Müslüm Maqomayev,
Rəşid Behbudov, elə bu ikisinin adını biz çəksə, digərləri də var bizim Qara Qarayev kimi, Fikrət Əmirov kimi məşhur bəstəkarlarımız. Heydər Əliyevin məhz himayəsi altında onlar inkişaf etdilər, ən yüksək zirvələrə çatdılar. Bununla yanaşı əhalinin sosial rifahının gücləndirilməsinin digər bir istiqaməti şübhəsiz ki, kəndlərdə sosial və mədəni obyektlərin tikilməsi idi. Heydər Əliyev Azərbaycan SSR-yə rəhbərliyə gəlinə qədər kəndlərdə demək olar ki, mədəniyyət mərkəzləri yox idi. Ola bilər kiçik klublar vardı, onlar da ki, Stalin dövründə tikilmiş, heç bir şərait olmuyor. Amma Azərbaycan kəndinin ümumi səviyyəsini qaldırdı. Kənddə avtomat telefon stansiyaları quruldu, kəndlərdə evlərə və həyətlərə, məhəllələrə sular çəkildi, kəndlərdə asfalt çəkildi, eyni zamanda 2 mərtəbəli daş evlər və s. çəkildi. Bütün bunlar hamısı Heydər Əliyevin Azərbaycan vətəndaşının sosial rifahına qayğısı ilə bağlı idi. Ondan sonraki dövrlərdə də, xüsusən Moskvada işlədiyi dövrdə, SSR Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Azərbaycan üçün çox mühüm qərarların qəbul olunmasına Heydər Əliyev köməklik verdi, dəstəklik etdi. Onlardan da biri turizmlə bağlı ki, Xəzəryanı ərazinin o vaxt SSR-nin bir turizm məkanına çevrilməsi. Çox təəssüf ki, 1987-ci ildə Qarbaçovun xəyanətkar siyasətinə etiraz olaraq Heydər Əliyev vəzifələrindən getdi. Ondan sonra da bu layihə dayandırıldı. Amma Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə qaydanda artıq müstəqil Azərbaycana yenə də onun siyasətində sosial müdafiə, sosial rifah və sosial ədalət ən əsas prinsiplər kimi ortaya çıxdı və xalqa xidmət etdi. Musa müəllim, 1994-cü ildə imzalanmış əsrin müqaviləsini Azərbaycanın iqtisadi müstəqilliyinin formalaşmasında rolunu necə qiymətləndirirsiniz? Ümumiyyətlə, əsrin müqaviləsini biz çox vaxt bir iqtisadi əhəmiyyətli müqavilə kimi qiymətləndiririk. Amma mən hesab edirəm, iqtisadi əhəmiyyətindən daha çox bunun siyasi əhəmiyyəti var idi və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, əbədi olunması, sonraki dövrlərdə torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və bu Qarabağ problemi başlayandan bu yana ermənilərin o vaxtki Rus və SSR və sonra Rus hakimiyyətinin dəstəyi ilə yaratdığı bir Azərbaycana qarşı informasiya blokadasının yarılmasında bu əsrin kontraktının olduqca böyük rolu oldu. Və əsrin kontraktı əslində sabitləşdirici və Azərbaycanın iqtisadi inkişafının bünövrəsini təşkil edən olduqca mühüm bir sənəd idi və 1994-cü il siz dediyiniz kimi sentyabrın 20-sində Gülüstan sarayında 6 dövlətin rəhbərlərinin iştirakı ilə imzalandı və Azərbaycana olduqca böyük uğurlar gətirdi. Bizim bütün neft və karbohidrogen ehtiyatlarımızın dənizdən çıxarılması, dünyaya ixrac edilməsi, Azərbaycanın büdcəsinin və ümumdaxili məhsulun artmasında bu kontraktın olduqca böyük rol oldu. Bəziləri hətta söyləyirlər ki, bu kontrakta ehtiyac yoxdur, bu kontrakt işləməyəcək. Həmin dövrdə Rəsul Quliyev və başqaları, onların da niyyətləri tamamilə fərqli niyyətlərdir. Və zaman göstərdi ki, bu kontraktın imzalanmasının tarixdə Azərbaycanın müstəqilliyi qədər əhəmiyyəti oldu. Bu kontrakt nəticəsində birinci növbədə bizim ərazi bütövlüyümüzün təmin olunması üçün labüd və münbit şərait yaradıldı. Eyni zamanda Azərbaycanın dünya ilə əlaqələri genişləndi. Azərbaycanın siyasətini dünyada dəstəkləyən bizə dost dövlətlər formalaşmağa və tərəfdaşlar formalaşmağa başladı. Eyni zamanda bizim Xəzər dənizinin dibində bizim karbohidrogen ehtiyatlarımız zəngindir. Amma onu çıxartmaq üçün Azərbaycanın həmin dövrdə nə texnologiyası yox idi, nə vəsaiti pulu yox idi, nə də bu işi görə biləcək mükəmməl kadr potensialı yox idi. Ona görə də bu kontrakt olduqca vacib idi və bəzən biz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən danışarkən biz bunu bir iqtisadi bir layihə kimi qiymətləndiririk. Tamamilə doğrudur. Amma bu eyni zamanda olduqca böyük bir siyasi və təhlükəsizlik layihəsi idi ki, obrazlı şəkildə desək, o boru, dəmir boru vasitəsilə Azərbaycanı dünyaya biz bağladıq və Azərbaycanın müstəqilliyini təmin etmiş oldu və sonraki dövrlərdə də, o cümlədən də torpaqlarının işğaldan azad edilməsi dövründə də məhz bu siyasətin olduqca böyük əhəmiyyəti oldu. Azərbaycanın haqq işi dəstəkləndi, ən azı mane olmadılar, bəzi hallarda dəstək də verdilər, bəzi hallarda sustular. Bütün bunlar hamısı vaxtı ilə o imzalanmış doğru
verilmiş qərarın nəticəsi idi. Musa müəllim, əslində hazırda mən sizə verəcəyim sualla bağlı müəyyən məqamlara toxundunuz. Əlavə olaraq yenə də bəzi fikirləriniz mənim üçün çox maraqlıdır. Heydər Əliyevin Sovet dövründə Azərbaycanı geridə qalmış bir respublikadan inkişaf etmiş bir sənaye ölkəsinə çevirmək üçün apardığı kadr və infrastruktur islahatları müstəqil bir ölkə üçün hansı bazanı yaratdı? Tamamilə doğru söylüyorsunuz və çox yaxşı bir sualdır. SSR süqut eləyəndən sonra bir çox politologlar, Rus alimləri, siyasətçiləri araşdırmağa başladı və həmin dövrü, xüsusən Brejnevin hakimiyyəti dövrü 70-ci illərin ortalarından başlayaraq 80-ci illərin sonuna qədər SSR üçün durğunluq dövrü adlandırırdılar. Bir istisna ilə ki, burada Azərbaycan istisnadır. Bu Azərbaycan üçün durğunluq dövrü deyil də əksinə bir inkişaf dövrü idi. Digər tərəfdən Heydər Əliyevin müəyyənləşdirdiyi o islahatlar kursu SSR-in məkanında artıq yayıldı və öz təsdiqini və dəstəyini də tapdı. 69-cu ilin 14-də Heydər Əliyev hakimiyyətə gələndən sonra qısa bir müddət ərzində ölkədəki sosial-iqtisadi vəziyyəti analiz etdi və avqustda məşhur bir avqust plenumu deyilər, Mərkəzi Komitənin avqust plenumunu keçirdi və avqust plenumunda bütün SSR-yə və dünyaya bəyan etdi ki, artıq bu cürə yaşamaq və işləmək olmaz. Və o artıq avqust plenumu bütün SSR-ə səs saldı ki, Azərbaycanda SSR içərisində bir inqilab başlayıbdır. Bu inqilab haqq uğrunda, ədalət uğrunda, inkişaf uğrunda bir çağırışıdır. Və həmin ildə o dövrki SSR-nin ən məşhur və populyar bir qəzeti olan Literaturная qəzetə Heydər Əliyevin geniş bir müsahibəsi oldu. Həmin müsahibənin başlığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin bir misrası idi. Qoy ədalət zəfər çalsın. Və qoy ədalət zəfər çalsın şüarı artıq bir 10 ildən çox müddətdə bütün SSR məkanında yayıldı və hər kəs ədalət uğrunda, belə deyərdim, insan haqqının özünə verilməsi uğrunda mübarizəni öz fəaliyyətinin bir ön planına çıxarmış oldu. Və islahatlar nə ilə bağlı idi əslində? Əslində SSR bir böyük bir məkanın içərisində bir respublikanın ayrıca islahat aparması özü bir qəhrəmanlıqdır, özü bir hünər idi, özü bir cəsarət idi ki, Heydər Əliyev bunu etdi. Heydər Əliyev sənayeleşməni önə çəkdi, gətirdi və Azərbaycanı çox sürətlə inkişaf edən bir sənaye dövlətinə çevrildi. Həmin dövrdə sonra memuarlarda da var, Heydər Əliyev haqqında yazılan xatirələrdə də bu var ki, Brejnev SSR-də artıq kondisionerlər zavodunun açılması barədə məsələ qaldırmışdı və Ukraynanın birinci katibi Şerbitski bunu Ukraynada zavodun açılmasını istəyirdi. Əslində Kasıgin də o vaxtı SSR Nazirlər Sovetinin sədri bunun tərəfdarı idi və hətta çox kobud şəkildə demişdi ki, Azərbaycanın belə bir zavodu tikməyə gücü və mədəniyyəti çatmaz. Heydər Əliyev gedib Brejnevlə görüşmüşdü və demişdi ki, Ukraynada zavodun tikintisini nə qədər müddətə nəzərdə tutursunuz? Onlar demişdi 3 il müddətinə. Heydər Əliyev demişdi, mən 2 ilə Bakıda tikəcəm elə zavodu. Razılaşdılar, Heydər Əliyev gəldi o zavodu il yarıma tikdi və həmin o kondisionerlər zavodu, Bakı kondisioner zavodu nəinki SSR-ni o vaxtki bütün sosialist düşərgəsində olan Şərqi Avropa dövlətlərinin hamısını Bakı kondisionerləri ilə təchiz etdi. Son vaxtlara qədər biz Avropaya gedəndə, xüsusən Şərqi Avropa ölkələrində Bakı kondisionerlərini hələ də bəzi evlərdə görürdük və qürur keçirirdik. Bu, həmin dövrdə artıq Azərbaycanın bir möhürü idi ki, bu ölkələrdə, bu evlərdə görünürdü və BK sözü görəndə hamı Bakını başa düşürdü. Və bu, təkcə bu bir nümunə idi. Amma eyni zamanda Heydər Əliyevin ən böyük islahatlarından biri Azərbaycanın bir hərbi sənaye və hərbi kadr islahatları aparılması ilə bağlı bir iş idi ki, o zaman da Cənubi Qafqazda, yəni bu üç respublika vardı. Bu üç respublikanın birində ya Tbilisdə ya Yerevanda bir hərbi məktəb açılması, zabitlər hazırlayan hərbi məktəb açılması SSR Müdafiə Nazirliyinin planında vardı. Bu xəbəri eşidən Heydər Əliyev yenə Brejnevlə də SSR-in o vaxtki Müdafiə Nazirliyində görüşərək həmin məktəbin Azərbaycanda açılmasını təmin etdi və Cəmşid Naxçıvanski adına məktəb, zabitlər məktəbi 1971-ci ildə açıldı və 1-ci Qarabağ müharibəsində artıq o məktəbin müdavimləri zabitlər kimi
bizim torpaqlarımızı qorudular. 44 günlük müharibədə isə artıq o məktəb müdavimləri general olaraq bizim ordunun döyüş qabiliyyətini möhkəmləndirək və irəli aparılmasında xidmətlər göstərdilər. Musa müəllim, siz qeyd etdiniz, həmin milli zabit korpusu ideyası müasir ordumuzun formalaşmasına hansı təsirlər etdi? Əlbəttə, bizim indiki ordumuz əslində bizim ordumuzun götürək bütün tanınmış, məşhur generallarını, yüksək çinli zabitlərini, bizim milli qəhrəmanları, bizim deyək ki, orduda böyük uğurlar göstərən şəhid olmuş, yad qazi olmuş insan. Onun çoxusu həmin o Cəmşid Naxçıvanski adına məktəbin, ondan sonra müstəqillik dövrümüzdə yaranan digər ali məktəblərin, akademiyaların müdavimləri oldular. Bəlkə növbədə Azərbaycana bir hərbiçi ruhu gətirdi, bir döyüşçü ruhu gətirdi. Ona qədər ümumiyyətlə Çar Rusiyası dövründən bu yana müsəlman xalqları orduya ya qəbul etmirdilər, qəbul edirdilərsə ikinci dərəcəli texniki işlərə cəlb edirdilər. Sovet hökuməti dönəmində də Azərbaycanın orduya çağırılan Azərbaycanlıların böyük əksəriyyəti orada ancaq texniki yardımçı işlərdə işləyirdilər. Amma Heydər Əliyev dedi ki, Azərbaycan xalqının tarixində böyük qəhrəmanları olmuş xalqdır. Azərbaycan xalqının döyüşkən ruhu və döyüşkən tarixi vardır. Və nəyə görə bizim belə zabit potensialımız, hərbiçi kadrlarımız yetişməsin? Onun olduqca böyük əhəmiyyəti oldu. Mən sizə bir sözlə deyim, Nikolay Baybakovun sözdür. O uzun illər SSR Plan Komitəsinin sədri olmuşdu. O deyirdi ki, Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi zaman artıq Azərbaycanın müstəqilliyini düşünürdü və ölkəni müstəqilliyə hazırlayırdı. İstər o yaratdığı onun o sənaye potensialı, aqrar sənaye və kənd təsərrüfatı, emal sənayesi kompleksləri, istər kadr potensialı, hansı ki deyirdik, danışdıq ki, SSR-nin də müxtəlif aparıcı dövlətlərini apardı, istər hərbi potensial və zabitlərin hazırlanması və istər ölkənin iqtisadi inkişafının yüksək səviyyəyə qaldırılması Azərbaycanı bir müstəqil dövlət kimi görürdü, edərək və düşünürdü, özü baxmayaraq ki, kommunist rejiminin, belə deyək, kommunist partiyasının ən yüksək mərtəbəsinə qədər yüksəlmişdi. Amma bu da dövlətimizə və xalqımıza xidmətin bir üsulu idi, bir forması idi. Və amma düşünürdü ki, gec-tez bütün imperiyalar dağılır və Azərbaycan müstəqilliyə hazır olmalıdır. Təəssüflər olsun ki, SSR-nin sonlarında Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş şəxslər bu siyasi xətti, bu iqtisadi xətti davam etdirə bilmədilər və Azərbaycan olduqca böyük iqtisadi və sosial tənəzzül qarşısında qaldı. Hətta 90-cı illərin əvvəllərində Azərbaycanın parçalanmağı və yer üzündən yox olmağı bir təhlükəsi yarandı. Amma sonra yenə də Heydər Əliyev hakimiyyətə xalqın təkidi tələbini gələndən sonra qısa müddət ərzində müstəqil Azərbaycanı qurdu. Onun siyasi sistemini, ordu sistemini, iqtisadi sistemini və yaratdı və Azərbaycanın bugünkü günə gəlməsində Heydər Əliyevin 10 il ərzində gördüyü işlərin olduqca böyük əhəmiyyəti oldu. Musa müəllim, Ulu Öndərin Qarabağ münaqişəsinin həlli üçün apardığı diplomatik mübarizə və atəşkəs rejiminin həll olunması bugün qazandığımız böyük zəfərimiz üçün nə dərəcədə əhəmiyyətli oldu? Tamamilə doğrudur. Biz Ulu Öndərin hərdən çıxışlarına təkrar baxırıq, müxtəlif tədbirlərdə söylədiyi sözlərə, fikirlərə baxırıq. Orada həmişə xalqın mübarizəyə səslənməsi və xalqda bu inam aşılanması ön planda gedir ki, biz mütləq torpaqlarımızı qaytaracağıq. Biz mütləq torpaqlarımızı işğaldan azad edəcəyik. Və hətta bir dəfə Ulu Öndər çox kəskin şəkildə dedi ki, biz ya torpaqlarımızı işğaldan azad etməliyik, ya bir xalq kimi ayağa qalxıb torpaqlarımız uğrunda mübarizə aparıb hamımız şəhid olmalıyıq, ya da bir millət olmadığımızı etiraf etməliyik. Bu nə qədər böyük ağrı vardı bu fikrin içində. Və burada cənab Prezident İlham Əliyev də dəfələrlə söylədi ki, 44 günlük müharibədə torpaqlarımızı azad edən ordu əslində Azərbaycanın müstəqilliyi dövründə doğulan, böyüyən, Heydər Əliyev siyasəti ruhunda, İlham Əliyevin vətənpərvərlik tərbiyəsi ruhunda tərbiyə olunan, böyüyən gənclər idi. Bu mənada əlbəttə həm diplomatik siyasət, həm vətənpərvərlik ruhunun
qaldırılması, həm orduya bir sevgi münasibəti, qələbəyə inam münasibəti, bunlar çox vacib şeylərdir və həmin milli liderin özünün başlatdığı siyasət və ondan sonra 2003-cü ildən sonra isə milli liderin siyasi xəttini uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinin aparıcı bir istiqaməti oldu. Milli lider həyatının son gününə qədər inanırdı ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik və onun da ən böyük tövsiyəsi cənab Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən böyük müraciəti və arzusu ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Yadınızdadırsa, 2003-cü ildə səhhətin pisləşməsinə əlaqədar olaraq namizədliyini İlham Əliyevin xeyrinə geri götürərkən məşhur bir oktyabr müraciəti var Azərbaycan xalqına. Orada deyir, mənim planlaşdırdığım, lakin həyata keçirə bilmədiyim işləri Azərbaycan xalqının köməyi ilə İlham Əliyev həyata keçirəcəkdir. Heydər Əliyevin planlaşdırdığı niyyət nəzərində tutduğu və həyata keçirməyə vaxtı çatmadığı ən birinci məsələ isə torpaqlarımızın işğaldan azad edilməsi məsələsi idi ki, o da Ulu Öndərin söylədiyi kimi Azərbaycan xalqının dəstəyi ilə, Azərbaycan ordusunun dəstəyi ilə cənab Prezident Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə 44 günlük müharibədə həll etdi. Torpaqlarımız işğaldan azad oldu. Ərazi bütövlüyümüz təmin olundu. 2023-cü ildə isə 24 saat davam edən antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bütün ərazidə bərpa olundu və bu gün Azərbaycanın hər yerində müqəddəs üçrəngli bayrağımız dalğalanır. Musa müəllim, doğrudan da siz çox gözəl vurğuladınız. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti Heydər Əliyevin apardığı siyasətin keyfiyyətcə yeni mərhələsi kimi xarakterizə etmək olar. Deməli, Musa müəllim, Azərbaycançılıq ideologiyasının bəs dünya Azərbaycanlılarının vahid mərkəz ətrafında birləşməsində və milli dəyərlərin təmin olunmasında rolunu necə qiymətləndirmək olar? Bilirsiniz, xalq o zaman güclü olur ki, xalq bir yerdə olur. Xalq o zaman bir yerdə olur ki, o vahid bir ideologiya ətrafında birləşir. Bizi birləşdirən ən doğru və ən, mən deyərdim ki, hər birimiz üçün qəbul olunan və müqəddəs sayılan ideologiya məhz Azərbaycançılıq ideologiyasıdır ki, Heydər Əliyev bu ideologiyanı yaratmaqla təkcə Azərbaycan daxilindəki 10 milyon vətəndaşımızı deyil, bütün dünyada yaşayan 60 milyona yaxın Azərbaycanlını bu vətən ətrafında, bu bayraq altında, bu dövlətin yanında birləşməyə sövq etdi. Və Heydər Əliyev öz çıxışlarında da həmişə söylüyordu ki, Azərbaycanda doğulub-doğulmasından asılı olmayaraq, hansı millətə mənsub olmasından, hansı dindən mənsub olmasından asılı olmayaraq, özünü Azərbaycanlı hiss edən və özünü Azərbaycan dövlətinin yanında hiss edən, Azərbaycan dövlətinin təsvibini çəkən, Azərbaycan dövlətinə dəstək verən hər bir kəs Azərbaycanlıdır və hər bir kəs də dünya Azərbaycanlılarının içərisində ən hörmətə layiq olan bir şəxsdir. Yadınızdadırsa, Heydər Əliyev bütün xarici səfərlərində orada olan Azərbaycanlılarla maraqlanırdı, orada olan Azərbaycanlılarla görüşürdü, onlara öz tövsiyəsini verirdi, dəstəyini verirdi və beləliklə Azərbaycan diasporunun formalaşmasına öz xidmətini göstərirdi, töhfəsini verirdi və bizim digər xalqlardan, o cümlədən müharibə apardığımız, uzun illər müharibə vəziyyətində olduğumuz Ermənistandan fərqli olaraq diasporumuz yoxdur. Və məhz diasporumuzun formalaşması, yaranması və bir Azərbaycan həqiqətlərini dünyaya çatdıran gücə çevrilməsi də Heydər Əliyevin bu xalq qarşısında böyük xidmətlərindən biridir. Eyni zamanda yadınızdadırsa, Azərbaycan Respublikasının dövlət dili haqqında qanun müzakirə olunarkən, konstitusiyaya biz hansı şəkildə bu dili daxil edək, onda bizim müxtəlif ziyalılarımız, dilçi alimlərimiz, yazı şairlərimiz müxtəlif fikirlər söylədi. Amma Heydər Əliyev yeganə doğru qərarı qəbul etdi ki, bəli, bizim dilimiz Ümumtürk ailəsinə mənsub olan bir dildir. Amma Ümumtürk ailəsinə mənsub olan hər bir ölkənin dilinin öz adı var. Niyə Azərbaycan xalqının dilinin öz adı olmasın? Azərbaycan dili bizi həm də Azərbaycanın ərazisində yaşayan müxtəlif toplumlara məxsus olan, müxtəlif etnoslara məxsus olan xalqların da bu dövlət ətrafında, bu dil ətrafında birləşməsinə sövq etdi və
dilimiz Azərbaycan dilidir, milli mənsubiyyətimiz Azərbaycan vətəndaşlığıdır. Bunlar olduqca böyük bir ideyalardır. Və Azərbaycançılıq ideyasının mərkəzində nə dayanır? Dövlətçilik ideyası dayanır. Yəni hər bir Azərbaycanlı əvvəl dövlətçi olmalıdır. Ondan sonra öz milli mənsubiyyətinə və uyğun olaraq mədəniyyətini, dinini, dilini inkişaf etdirməlidir. Amma bu hamısı dövlətin, belə deyərdik, rəhbərliyi altında, dövlətin yanında və dövlətə xidmət etmək amalı ilə. Eyni zamanda mədəniyyətimizin öyrənilməsi, tariximizin öyrənilməsi, onun inkişaf etdirilməsi bu da Azərbaycançılıq ideyasının mühüm tərkib hissələrindən biridir ki, sonrakı dövrlərdə həm Cənab İlham Əliyev tərəfindən, həm Heydər Əliyevin adını daşıyan Heydər Əliyev fondu tərəfindən, fondun sədri və ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın elmi təbliğ olunmağa başladı. Məhz Mehriban xanımın uzun illər UNESCO-nun sülhməramlı səfiri olduğu müddətdə Azərbaycanın çoxlu maddi və qeyri-maddi mədəni abidələri UNESCO-nun qorunan iş siyahısına salındı ki, onlar bizim muğamımızdır, bizim saz sənətimizdir, bizim xalça sənətimizdir və s. Bütün bunlar hamısı Heydər Əliyevin başladığı və ondan sonraki dövrdə davam etdirilən siyasətin uğurlu nəticəsidir ki, bu Azərbaycan xalqını güclü xalq edir, mədəni xalq edir, Azərbaycan xalqının inkişaf edən və daimi inteqrasiyaya və inkişafa açıq bir xalq kimi dünyaya təqdim edir. Musa müəllim, verilişin sonuna gəldik. Mən sizə daha bir sual verəcəm yekunda. Heydər Əliyev irsinin gələcək nəsillərə ötürülməsi üçün ən mühüm mənəvi əmanət nələrdir? Birinci növbədə Heydər Əliyev irsinin ən böyük əmanəti onun bizə qoyub getdiyi müstəqil Azərbaycan dövlətidir ki, biz bu dövləti qorumalıyıq, saxlamalıyıq və bunu gələcək nəsillərə daha da inkişaf etmiş, daha da çiçəklənən, daha da qüdrətlənən bir dövlət kimi təqdim etməliyik. Əgər biz tamamilə doğrudur, tamamilə haqlıyıq söyləyəndə ki, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevdir. Eyni zamanda müasir, suveren və bütöv Azərbaycan dövlətinin banisi Cənab İlham Əliyevdir. Məhz Cənab İlham Əliyev Azərbaycan dövlətinin suverenliyini təmin etdi, bütövlüyünü təmin etdi və bir qüdrətli dövlət kimi dünyaya təqdim etdi. Bundan sonra isə hər bir Azərbaycan vətəndaşı öz dövlətinin yanında həmişə olmalı. Tək Azərbaycan vətəndaşı, o dünyanın hər bir dövlətində vətəndaş dövlətin yanındadırsa, vətəndaş dövlət başçısının yanındadırsa, dövlət də güclü olur, dövlət başçısı da güclü olur və öz siyasi xəttini də daha inamla həyata keçirə bilir. Və məhz biz bunu həm 44 günlük müharibə zamanı gördük, koronavirus epidemiyası dövründə gördük. Eyni zamanda müharibədən sonraki uğurlarımızın dünya tərəfindən qəbul olunmasında gördük. Bu günləri Azərbaycan öz, belə deyərdim də, miqyasına görə, əhalisinin sayına görə, ərazisinin böyüklüyünə görə o qədər də böyük bir dövlət deyil. Amma dünyanın bir nömrəli aparıcı böyük bir dövlətinin başçısı, Amerika Birləşmiş Ştatlarının prezidenti Ağ Evdə böyük ehtiramla bizim prezidentimizi qəbul edirsə və bizim prezidentimizə hədiyyələr verirsə və Ağ Evin açarını verirsə, Ağ Evin açarı nə deməkdir? Bu bir simvoldur ki, Ağ Evdə siz həmişə istənilən, arzu edilən bir qonaqsınız. Bu artıq Azərbaycan dövlətinin, Azərbaycan xalqının dünya miqyasında ən yüksək səviyyədə qəbul edilməsidir, ona hörmət edilməsidir. Dünyanın ən böyük ikinci bir dövləti, əhali sayına görə birinci dövləti Çin Xalq Respublikasıdır. Çin Xalq Respublikasının deməli sədri Xi Jinping cənab prezidentə mənim əziz dostum deyərək müraciət edir. Və dünyanın ən ağır konfliktli dövrlərində, istər Ukrayna-Rusiya müharibəsində, istər İran-İsrail-Amerika savaşında cənab prezidentə dəfələrlə müraciətlər oldu ki, vasitəçi kimi çıxış etsin. Cənab prezidentə dəfələrlə müraciət olundu ki, hardasa atəşkəs olması üçün təkliflərini versin və s. Və cənab prezident İlham Əliyev qoşulmama hərəkatına sədrlik etdiyi 3 il müddətində Azərbaycanı bütün dünyaya bir daha parlaq şəkildə təqdim etdi. Ona görə də bu irsi yaşayır
inkişaf edir, davam edir və Ulu Öndərin söylediyi kimi Azərbaycan əbədidir. Nə qədər də Azərbaycan var, Ulu Öndər olacaq, onun siyasi kursu davam edəcək. Bəli. Musa müəllim Ulu Öndər Heydər Əliyevlə bağlı çox mühüm, vacib fikirlərinizi bizlə bölüşdüyünüzə görə sizə təşəkkür edirəm, var olasınız. Belə əziz izləyicilər, bu fikir mübadiləsi bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursu ölkəmizin tərəqqisi üçün dəyişməz bir yol xəritəsidir. Hörmətli komitə sədrinin də vurğuladığı kimi, bu dahi şəxsiyyətin əbədi yaşar ideyaları Azərbaycanın gələcək uğurlarının həm mənəvi, həm də siyasi təminatıdır. Efir vaxtımız burada yekunlaşdı. Sizinlə sağollaşırıq. Baxışlarınız növbəti siyasi baxışda olsun.